A-da Şərtcizdə adam yolla bol işləmir. nə işlənir bəs? Ay sağ ol. Sonra burada tuzu yoxdur. C-də ay sağ ol. Dedi ki, B-dəki kod keçmişdi, amma orada həv var idi. Həv olduğuna görə 9-u 9-u Bat. həm o. Bir tərəfi təsdiq olacaq. Aha. Bir tərəfi indiki zaman. Ona görə iki variant gedir də. Bəs yaxşı. Kim B ilə C niyə görə çıxır? Çünki bat demişdi ki, bir tərəf təsdiq olanda bir tərəf inkarda olur. Aha. D-də də tuz yox. Qayıda A-la D variantı. D-də nədir? Danışmırıq. Harda tu yoxdur? Bu tu var. Ay sağ ol. D variantını birincisini maladayız. O Mehmet. Baxırıq burada. Voz var, keçmişdik. Aha. İndi ikinci səhvə baxırıq. Aha. D çıxır da, indikidədir. D-də tu yoxdur. Aha. C-də indikidir, A qalır. Maladayız 11. 11-ə baxırıq. Next month, gələn ay, növbət ayda. Gələcəkdir. Gələcəkdədir. Aha. Burada da baxırıq. B gedir. B yoxdur, B yoxdur. Aha. C-də problem. C-də tu yoxdur. D-də problem. Şərdir də. Şər gələnməzdir Z-dən sonra düzdür. Okay, 12. İndi ikinci səhvdə bat var. Prox nəticməli. Qurbağalar. Yəni bir tərəfi təsdiq, bir tərəfi inkar olacaq. Özü deyir də, hə. B gedir, C də gedir. Qaldı yerdə A-nın D. A-nın D. İndi baxırıq. Sivimizi. Bəs D-də diqqətlə bax, D-də birinci tərəfə. Hə, tu yoxdur. Diqqətli ol. Birinci səhv tu yoxdur. Davam Həm də edelim. tərcüməsi də asandır, mən baxın. Davam edelim. 13-də next var, o gələcək bildirir. Aha. Burada da görürük hamısından not var, deməli not olacaq. Shall not be able to. Bəli, maladayız. A-da problem. A-da keçmişdir. B-də problem. B-si yoxdur. C- B-də də ki tuz yoxdur. Ha, 14. C-də də ki tuz yoxdur. Bəli, 14. Burada bir tərəf təsdiqdə, bir tərəf inkarda olduğuna olmalıdır. Ona görə B getdi, C getdi. D-də problem. D-də problem are able to yoxdur. Bəli, maladayız. 15. Birinci tərəf keçmişdir. Ona görə keçmişdə işlənəcək. Aha. Və able to da. Nə? C variant. Niyə A olmur? O cəmdə axı. Bəs sıranda diqqətli ol. Ha. Orada mənim C çıxacaq, able to olmalıdır. Deməli, 16-da deyirsən, hə? Able to olmalıdır. Bəli, sonra Orada B olar da. B olar. Niyə görə B olar? Çünki Niyə görə B olar? A olmaz, D olmaz. Niyə görə B olar? Ay, cümlə oxu. V3 Deyən indi. Nə dedin V-dən sonra? V-dən sonra trade. Tried-dır. Keçmişdədir. Ona görə B olur. Görürsən, sən kimə köçürmüsən? Mənim üçün. 17-də də. 17-də A, Sivim, Y, İbo, Fat, Kumo. Aha. Sivim orada. Sivim üzmək. Orada keçmiş olmalı. Sən hardan bildin keçmiş olmalıydı? Nəyə bax? Y. Year sözünə görə, yoxsa ego sözünə görə? Ego keçmiş. Ego keçmişsə ona görə keçmiş olacaq. Da D variantı. Da D variantı. Was not. Bəs mən A da keçmişdi, D də C də, üçü də keçmişdi. A-da problemlə ağalar cavab verir. Orada M olmamalıdır axı. A-da M var. Bəli, axırda. D-də də var. B-yə deyirəm. Aya. Yox, orada cəm var axı mələ gör. Ay sağ ol. Aydan sonra nə gəlməz? Vör gəlməz. Bu 1. İkincisi, B variantında problem nədir? B-də Keçmiş zamanı həmçinin. Ay, əqonu görmürsən, bəs demədin keçmişdədir. Əqo var axı. Ora M qoya bilməzsən də. C-də problem nədir? C-də də M olmasın. M olmalı idi. M olmamalı. Onsuz ikinci tərəfdə. Niyə görə M olmamalı idi? Çünki orada Keçmiş zaman ona görə. Onda yaxşı D də çıxır da. D-də də M-dir də. Bütün variantlar çıxdı onda. C-də təsdiqli olmalıdır. Yanlış deyirsən.
Zeynep birinci tərəfdədir. C-nin birinci tərəfini görürsən, to'su yox. Ay, mənə qulaq as. Orada əqonu gördünsə, o demək deyil, bütün cümləyə aid edirsən. Əqo hansı cümlədədir? Bata qədər olan cümlədə. Birinci cümlədə. Onda sən ora verməlisən keçmiş. İkinci cümlədə now var, no over. Hansı zamandır? Now. İndikitdə. Deməli, oraya indikini verə bilərsən də. Əqoya Allah'ım sən bu tərəfə keçmişi verməyi. Baxdan sonra olsa gəldi. 18. Margaret fazla kökleri. Ego var. Hə, bu əqo bütün cümləyə aiddir. Onda elə C var. C olar. Yaxşı, B də keçmişdi də, B-ni olmasın. Orada təşrik olmalı. True var. Hə, koldan true işləmir. Təklik var. Harda təklik? My grant fazə. My grant fazə təklikdir, düzdür. Ondan sonra could gələ bilməz ki, təklikdən sonra. Tu işləmir. Deyilir də, ağalar. Deyilir sonra götürürsən. Dedik ki, hansı modal feillərdən sonra tu gəlir? De görün mənə. Kəndən sonra. Kəndən sonra tu gəlir. Sonra nə sonra gəlir? Hə? Ay, kəndən sonra tu gəlir, ha? Hey! Hansı modal feillərdən sonra tu gəlir? Həvdən. Həv, həsətdir, sonra. Bir able'dan sonra able'dan. Başqa? Bir də var idi. Üçüncü. Out'u keçməmişik. Out'u keçməmişik ya. Onda yaxşı. 19. 19'da deyirsən. Onda bugün keçəcək onu. Göz ağlar deyil. Yəni buradan nə oxuyur ya? Nə? Ha, dərs keçəcək. Nə qədər çoxdan dərs keçmirik. 19 davam. 19. Mənim burada kod listi, burada cəmdədir. Codless deyil, crocodiles'dır. O təkdədir o. Aha, crocodiles təkdədir. Cəmdədir, S var. Bu bir. İkincisi bunun ona aidiyyəti yoxdur. Yəni tək cəm olmaq söhbəti yox. Çünki kəm modal feili var ha. Orada bat da var da, müəllim, bat. Aha. Bat. Baş var. Onda mənim able olmayacaq, B variantı çıxır. Aha, able niyə görə olmur able? Həm tuzsuz, həm də ki işləmir də. İşlənir, amma to'su Orada yoxdur. tuzsuz yoxdur. Vəssalam, bir də ona görə. Sonra. Sonra burada birinci tərəf olacaq cannot. Aha. Cannot olar. Sonra ikinci tərəfdə o da cannot olar müəllim. Bat olan yerdə ikisi də inkar idi. Onda cannot olacaq, biri can olacaq. Elə olacaq. İndi mənə qulaq as. Yaxşı, belə bir variant olsa yazılsa, oraya yazılsa. Məsələn, Y variantı yazılsa can, vergül qoyub can't yazsa. Bu düzgün olacaq idi. Niyə? Mən orada de not var. Ha. Not ayrı yazmalıdır. Onu kendi özü Hə, o ayrı da yazıla bilər. Mən gül kimi dayanmışdım da sakit. yanlışdır. Bu düz olacaq, səhv olacaq. Səhvdir də müəllim. Zaten Aidiyyəti yox. Niyə görə bax? Y variantı gətirib qoymuşam ora. Salın aşağı. orada ben Y variantı yok da. Qoysam da məsələn 19-da Y variantına. Qoyuram birinə can, digərinə can't. Ay mənim, krokodil uça bilir. Onda deməli səhv olacaq da. Dedim Olar də, da, mən müəllim. dedim cümləyə baxaq da. Cümləyə baxmalıyıq. Tərcüməyə baxmalıyıq. O Cümləyə demək tərcümə. o demək deyil. Cümlə ilə Bir tərəf tərcümə təsdiqləsə, bir tərəf inkar. Bu da təsdiq inkardır. Bu tərcümə verməliyik. Cümlə ilə baxın. Deyək ki, krokodillər onda belə olacaq idi. Krokodillər uça bilir, amma üzə bilmir. Krokodil nədir ki? Hə? Nədir ki? Krokodillər. Bildim mən. Timsah. Doğru da timsah. Bat fərqinə görə dedim də sən. Bata yəni nə olsun bat? Uça bilmir müəllim. Tərcümə. Aa ne terör. 20. Bəli, 20. If I study şeyler, resentir burada. Burada neye bakacaq şimdi mənim if I students Bax məsələn, Peter. B variantının nə yoxdur? B yoxdur da. B. Will be olmalı. Bəli, Düzdür. olmalıdır. C-də nə yoxdur? C-də tu yoxdur, tuzsuz Aha, işlənir. D-də nə yoxdur? D-də də tuzsuz işlənir. Şu da. Bu da A variantı. Nəyə baxmalısan? Deməli bunlara baxmalısan da. 21. Ha burada da variantlara baxacağıq. Hə. Yox, burada. Bəli. Burada will to, burada will be olmalıydı, B-də will be olmalıydı. Sonra burada C-də tuzsuz işlənir. Aha. Şərdə D-də problem danışmır. D-də deyəm.
Şər. Gələcəkdə. Adı gələcəkdir də. Hadi, o A, birisi də A da gələcək. gələcəkdir də. Bəli, Şərvil. Aha. Burada cümləyə baxaq bir dənə. Buradan vaxt var da, time. Bax orada heç divar var ha. Bax görsən mənə qulaq as. O divarı görsən. Hə qız alfası. Samorov da. Dil açıb o. Bəli, Samorov var, bəli. Dil açıb deyir ki, mən bu sözü oktyabrdan eşidirəm. Bəli, Samorov sabaha görə. Sabah var deyə, ona görə şəl olmaz ha. Bəli, şey də var da orada. Nə olsun Z var? Nə olsun Z var? Z olanda bala. Dedim ki Z-dən sonra şəl gəlmir. Hə, deməli biz Z-dən sonra Elə şər demirsən, gəlir. deyirsən ki Z var orada. Mən nə bilim sən nəyə fikirləşirsən? A variantı. Şəldən sonra gəlir. Amin. Z-dən sonra. Şəl gəlir. Nə deməli? Şərlərdən sonra gəlir. Ha. Deyim. O dedi də. Bilmirsən ha. Hə? V-dən sonra Bir də Ona da sən V-dən aydın. Aylan V'dən sonra. Vil yox Şəl 2 dənə şəxs əvəzindən sonra gəlir də. Bir aydan bir də V-dən sonra şəl gəlirdi. Mənə dedim mən. Və vil deyirsən. V dedi. 22 bir gəl. D variantı çıxır, turşu yoxdur. D variantı tuz yox. Ha. B variantında orada to be able to. Əgər tubilyar yoxdur, əmzar boz və nəsə bir şey yoxdur. A variantında da to yoxdur. Qalıb da C variantı. Sonra. Hansı nə? C variantı. C Burada variantı. win mənim indikidədir də. Aha. Win hə B ilə B çıxır. Keçmişdi. Şəl B-si yoxdur. C variantına. Düzdür. Cavab A variantıdır. A variantı deyirsən ha. Dəqiqə mən deyim. Ey ağaların ruhu çıx. Dəqiqə. Bir tane indiki deməli D variantıdır. Elə bilirəm keçmişdi onda. Ha, bu diqqətli ol da bəs. Lap mənə qulaq as. Lap keçmişdi olsaydı. Aydan sonra vör gəlir. Voz gəlir də. 24. 24-də burada gələcək zaman var. Ondan görə də A variantı. Harda gördünüz? Hə, tamam onu. Hə, A variantı baxın. Z, aha, düzdür, məlumat. 25. Bəs. Əli, yatmısan? Hara baxırdın? 25-ə də. Bunlar var, keçmişdi. Son nədir mənə? Sonu keçmişik, bağlayıcı buna görə də. Götürdün. Özün bilərsən, mən məcnun oxumuşam. Götürmürəm ki. Hadi götürmüsən də, oyna istəyirsən. İstəsən iqra oyna. İstəsən nə bilim oxuma dərs. Mənə nə? İqra götür sən. Tamam ya. Allah haqqı. Vindən sonra bu gəlir. Aha. Sonra. İndi mənə qulaq as. Yesterday var cümlədə. Dünən yoxdur. Bir də bizə nə lazımdır? Keçmiş lazımdır. Nə olacaq? Ay sağ ol. 26. 26-da Volt var cümlədə, keçmişlik orada. İdi, İdən sonra C gələrsə. Ay sağ ol. Niyə olmur? Vör gəlmir. Bəli. Həm də ki B-də əmzar zad yoxdur, voz ver yoxdur. Hər olsa da düz olacaq da. Əmzar olsaydı da səhv olacaqdı. Çünki orada birinci cümləmizdə voz var axı. D-də də iz var görsən, yəni də səhvdir. Niyə görə? Çünki birinci cümləmizdə voz var. Keçmişdir. Hə, 27. 27-də də cümlədə voz var. Ona görə keçmiş olacaq. A getdi. Aha. Dilin altından ay. Hə, C. B niyə səhvdir? Volda ki, tu yoxsa. Hə, D niyə səhvdir? D-də vör. Bəli, H ilə də vör işləmir. Nicat davam edelim 8. Gözcək. Aha. Bax sənə nəyinə sual verilir? Sən nəyinə cavab verirsənsə, o ilə də sual verilməlidir. Sən cavabı izlə vermisən? Ha, hansı zamanla vermisən? İndiki zamanla verməlisənsə, yuxarıda da indiki zaman olmalıdır. Burada baxırıq. Ona görə hansı variantlar gedir? A, B gedir də. Düzdürmü? 7 qalır C ilə D. Orada da baxırıq deməli. Cəmiyyət ilə baxırıq, indi orada baxaq. Şeylə A işləmir. Ay sağ ol. 29. Deməli, bu da cəmiyyət.
Drive sürməkdir. Deməli bax bu. Burada hamısı gələcək. Bax bu variantlara bir baxaq. Görürük ki, A variantı düzdür, B variantında B yoxdur. C variantında düzdür, yoxdur qalsa. Sağ ol. Allah. B variantında Onu D hiç variantında yapmadım. B yoxdur. Nə olacaq? Mən belə gəlirəm. B ilə D variantı çıxır, düz olar səhvdir. Qaldı yerinə A-la. İndi baxırıq, görək nədir. Burada deyir ki, indi Biri şəldir, biri də bildir. Hə. əvvəlləsi də Ay şəldir, şəl nədən sonra gəlir ay bala? o iki dənə aynən bir də. Bəs salam da. Orada yoxdur, mən o variantı. Dinə 2 saat gözləyirsən, 30 elə. 30 elə. Deməli, o Last hansı göstəricisi? ikinci sınıf forması deməkdir. Nə? İkinci sınıf forması. Ha, last fail zat deyil. Hə. Keçmişdə də ölməli. Keçmişin göstərir. Deməli cümlə burada nə oldu? Bozver olmalıdır da. Ona görə hansı variant çıxır? Hansı variant çıxır? B. B niyə görə çıxır? Çünki mənim təkdətdir. Ha, amma Z ilə başlayıb. Dəqiq sonra A niyə çıxır? Tu yoxdur. C niyə çıxır? Armışdan. Z ilə arışdanmır. Bəs niyə görə C çıxır? Keçmişdə ölməli. Denən də Harada? o spir Fərid. Nəyə görə spir? Fərid o spir davam edə. Da yaxşıdır. Tamam. Brian, play football yesterday. Burada mənim keçmiş zamandadır. Aha. Brian mənim heydi də indi burada. Aha. Təkdə Vozna olur. Aha. Məncə. Bunda yox. Vozna olmalı deyil. Vozna olmalı deyil axı. Nə? Burn olmalıdır. Çünki mən Vozun axırında tusu yoxdur axı. Ya bildim də ona görə çıxdı. Deməli səhvdir də. Səhvdir. Onda B-dir də cavab. Word gəlir ki, Brian'dan sonra. Cəmdə də axı Word, was Word da. Onda D call. Kodu niyə görə görməzdən gəlirsən ki? Onu gördüm. Sadəcə put deyildi. Onda dəyişləndirdi. Kod keçmişdədir onsuz da. Bir oxuyalım. Bilirəm mən nəsə. Yaxşı 32. 32 deməli. Anar. 32 anar döyür. Zepoli. Məni gəlirəm gözlə. Deməli. B variantı çıxır. B çıxır, nə yoxdur? Tusu yoxdur. Sonra. Deməli burada da əqo keçmişsə, deməli Aha. biz buna bölü verə bilərik. Böldəki A variantındadır. A variantı. Polis axı təkdədir. Bəli. Niyə görə verdi? Nə mənim? Zepolis axı. Ay, yəni təkli cəmdir. Cəmdə. Z artılanda cəm olur. Hə, yaxşı. O ondan deyil, ey. Bilirəm, O müəllim. sifətlərdə də ziyarətlərdə. Polis cəm isimdə ona görə. Polis deyil. Polismen təkdir. Hə. Hey, verin danışma. 35 elə. 35'i Bəli. ZTV. Oxu da. Mən oxuyamadım cümlə hamısını. Yox, cavabı ver yenə. Bax, birinci cümlə yadında qalsın ki, birinci cümlə verəndə, 2 dənə cümlə veribsə, onlardan birində sənə ipucu verir. Bəli, birinci cümlədə sənə nə verib? Voz veribsə, demək hansı zamandadır? Keçmiş zamandadır. Düzdür? İndi bizim 35-də variantlarımızın içində sadəcə bir dənə modal fe'l indiki zamandadır. Hansındadır o? Hansıdır o? B-də, deməli. B-də sən were görmüsən, onu sən indiki götürürsən. B-dir. Ay, onlardan hansı kes indikidir? İndiki A'da. Hansıdır Mehmet? 35-də. Yox, deyil. Kən də indiki. Kən indikidir, kut keçmiş etdi də. Ona görə D variantı getdi. Sonra, nöqtələrdən sonra nə görürsən? Tu görürsən, düzdür. C variantı kutdan sonra tu gəlir, məzid. Gəlmir ki. Ona görə
Çünki kutdur, kəndi bunlardan sonra tu gəlməz. Amma able-dan sonra tu gələ bilər. Düzdürmü? İndi orada v nədir v? Hə. Biz. Ay sağ ol. V-dən sonra was məcaz cavab verir. Hansı olacaq? Can B. 34 Mehmet. 34-ü deyim də. Burada baxırıq. İndi burada variantlara baxırıq da. Baxırıq. Tuğla işlənir. C deyir. Niyə? Tu-la işlənir. Tuğla işlənmir. Yaxşı sonra. Burada D də gedir. Hə. Əmzar was ver olmalıydı. Nəsə bir şey olmalıydı. İz olmalıydı. Ha. Əşi ilə dar işlənmir. Malades. O siz. O şey deyil də. Obuşların variantların hamısı da deyil. Bəli. Gələcək. Next var da cümlədə görsən. Məndə neçə var? Okay, keçir dərsə.